كان لم يلد ولم يولد ولم يكن. Allah rahmet eylesin. Əziz izləyicilərimiz, bugün yenə Bərdəlayın Qaradəmirçi kənd qəbirstanlığındayıq. Molla Əhməd Cümşüdoğlu Yusubov 1901-ci ildə anadan olmuş, 1978-ci ildə rəhmətə getmiş. Bismillahirrahmanirrahim. Allah'a çok şükürler olsun ki bugünler biz Bərdə torpağında Qaradəmirçi ləqəbini yaşayan, uzun iller Sovet döneminde dinimizi, mənəvi değerlerimizi koruyan en qədim şəriət alimimiz olan, İslam dininin təbliğatçısı olan Molla Əhməd Qaradəmirçinin məzarında önündəyik. Və bu günləri biz Molla Əhməd deyəndə, milli mənəvi değerlerimiz deyəndə, Molla Əhmədin Sovet döneminde olduğu xidmətlərdən, onun apardığı məclislərdən və eləcə də uzun müddət Ağdam məscidinin axındı olmağı mən xatırlayıram. Mənim yadıma gəlir ki, 1976-cı ildə Ağdam məscidində mən Molla Əhmədi görmüşəm. Atam tanış elədi. Hətta bir qara zəmbil də vardı. Gödək kişi idi belə. Amma çox dərya, çox böyük alimlərdən biridir. Bu alimin oxunmasında, xaricdə oxunması üçün mən eşitdiyimə görə Bərdənin Məmmədli kəndinə Məmmədli adlı kişi bunun oxunması üçün qızıl pullar gönderdiği, tələbənin oxumasına gönderdiği Məmmədli kəndinin sakinlərinin olublar. Və eləcə də Sovet dönemində dinin qadağı olan dövrlərində dinimizi, mənəvi dəyərlərimizi qoruyub saxlayan böyük mütəfəkkir, şəriət alimi olub. Allah ruhunu şad eləsin. Mən Molla Əhmədin hardasa bir qızı var, həyatda bir qızı var. Amma çox təəssüf olsun ki, onun bir oğul nəsli olsaydı, bu günlər onun nəslini davam etdirən zümərəsindən də biz tanış olardıq və onun xasiyyətindən, onun elmindən, onun hansısa bir şəriət dərslərindən biz də faydalana bilərdik. Amma çox təəssüflər ki, özündən sonra heç bir şəriət bizləri Sovet repressiya dövrlərində qalmayıb. Amma onu bilirəm ki, bizdə Molla Tiğəli kişi vardı. Sovet dönemində onunla birlikdə Qazaxıstanda sürgündə olan alimlərdən biridir. Sovet döneminin apardığı repressiya qurbanlarından biri mərhum Molla Əhməd Qaradəmirçi olub. Allah ruhunu şad eləsin. Bildiyiniz kimi Bərdə Rayon Ağsaqqallar Şurası unudulmaz Bərdəlilər başlığı altında müasir tariximizi müasir qaydada kasetlərə köçürdürük. Yaddan çıxmasınlar. Bu rəhmətli Molla Əhməd ağa da unutulan adamlardan deyil. Xalqın yadında qalıb. Elə bugünkü tədbirimiz göstərir. Düzdür, bunun təşəbbüsü axundumuzdan gəldi və çox düzgün gəldi. Hamımızın da yadımızdaydı. Məclislərdə iştirak eləmişik. Mən 75-ci ildə rayona gələndə təyinatdan bizim bir iş yoldaşımız rəhmət etdi. Onu dəfn etdi. Birinci gör mənim rəhmətliyin məclisdə iştirak eləməyim 75-ci ilin sentyabrın axırında oldu. Gün yadımda qalmayıbdı. Sonra orada bunda elə dərinlik gördüm. Seyid Əhməd ağa, Molla Əhməd ağa deməli mütəfəkkir ruhlu, fəlsəfəni dərindən bilən, dini, şəriət tarixini, şəriəti dürüst bilən insanlardan idi. Sovet hökuməti ilkin gələndə bu cür işıqlı, nurlu adamlardan təhlükə görürdü. Orada səbəb olaraq repressiya maşını göndərdi, gedib gəlməzə
şükür olsun ki Allah'ın köməyinə qayıtdı gəldi. Sonra mənim yadıma gəlir, o vaxtı elə yaşlı nəslin çoxunun yadına gələr, bu qızların yadına gəlməz. Bu hörmətli din xadimlərimizi biabır eləmək fikrinə düşürdülər. Felyeton yazırdılar, nə bilim, vergi çəkirdilər. Olmaz, insan ağlına gəlməyən həqarətlər edirdilər rəsmi qaydada. Bu söhbət mənim yadımdadır ki, dedi, Allah Heydər Əliyevin qədəsinə rəhmət eləsin. Gəldi, çıxdı, bizi bu biabırçılıqdan, bu felyetondan qutardı. O dövr idi ki, hələ ümumi liderimiz Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olanda, o da yaşlı adamların hamısı yadına qalmalıdır, savadlıların. Sərhəd rayonlarında məscidlərin açılması başladı, prosesi başladı. Yəni din, iman təzədən təşəkkül tapmağa başladı. Sonra da ölkə rəhbərliyi edəndən sonradakı dövrü də orta nəsildə yadımdadır, onu təkrar eləmək istəmirəm. Belə hər şeyə qiymət verən, düzgün riyaziyyatı bilən adam idi. Astronomiyanı bilirdi, kimyanı bilirdi, fəlsəfəni çox düzgün bilirdi. Baxmayaraq ki, mənim özüm də belə biraz fəlsəfə ilə maraqlanan adam olmuşam. Amma mənimki çox dayazı idi, çox dərin idi. Çox dərin adam idi. El hörməti qazanmışdı. Bayaq İkram ağa ilə danışanda yadıma düşdü, dedim, Quranı Azərbaycan muğamatı üstü oxuyur. Nə İran, nə ərəb üstü oxumazdı. Öyle gözəl oxuyur. Cüssəli adam deyil. Amma elə danışıq, elə söhbət aparırdı ki, stolun dalında oturanda elə bilirdin ki, belə hündür, nəhəng, belə bir adam danışır. Amma sonra duranda baxırdın ki, belə cüssəli deyildi. Amma beyni çox güclü idi, zəkası güclü idi. Bax, belə bir insan idi. Təkrar bir də deyirəm, milli mənəvi dəyərlərə, mənim Novruz bayramı haqqında danışlarını eşitdim, söhbətlərinə düşmüşəm. Yəni, mən o səviyyədə deyildim, oturam bu kişilə qabaq-qabağa söhbət yaparım. Məclislərində çalışırdım olmağa. O vaxtında hörmətli adamları hamısı Molla Əhməd ağanı çox dəyərləndirirlər. Elə o ağa sözü də heç adın alınma deyil, qazandığı hörmətin məhsuludur. Elə o arasında qazandığı hörmətin məhsuludur ki, buna Molla Əhməd ağa ki, belə fərqli bir ad qoyurlar. O da xalqın verdiyi titul idi. Mən bax, belə xatırlayıram, Allah rəhmət eləsin, torpağa behişt olsun. Molla Əhməd haqqında biz nəinki eşitmişik, həm də görmüşük də, yaşımız az olsa da çox söyləyirik. Amma o vaxtı bələdçiləri görürdük. Mənim onun haqqında təsəvvür həmişə bu olur ki, o dini elmi, fikri yaxşı bildiyi elmlə yanaşı, dini elmlərini də bilirdi. Və o vaxt üçün də o daha çox vacib insanlara cavab vermək üçün bəzisinin heç dinə inanmırdı, onları dünyəvi elmlərlə sübut edirdi fikrini. Bəzən də elə bir din başa düşəndə Quranla, dinlə, fikrlə başa sala bilir. Yəni çox hazır cavab bir adam idi. Elmi böyük, özü Zamanov demiş, cüssəcə balaca olsa elmi böyük idi, savadı böyük idi. Ona görə də xalq arasında həmişə böyük nüfuz qazandı. Mən də deyilənlərə qoşuram, Allah Molla Əhməd ağaya rəhmət eləsin. Mən elə uşaq yaşlarımdan həmişə valideynlərini eşitmişəm. Çox güclü dövrün alimi olub, çox savadlı olub, dinə bağlı adam olub. Şəxsən mənim burada iştirak etməni çox sevinirəm və fürsətdən istifadə edib onun bütün ailə üzrə nəvələrinə bir xoşbəxt insan kimi sayıram ki, belə babanız olur. Allah rəhmət eləsin Molla Əhməd əmiyə. Mənim yadımda bir şey qalıb, o mənim qohum digər kişinin dostuydu. Onlar repressiyada bir yerdə olmuşdular. O bir hadisə danışırdı. Bu kişinin elmi biliyi haqqında. O vaxt deyir, Ərəbistanın Sovet dövründə bura bir sual göndərirlər Azərbaycana. Onu burada tapa bilmirlər, göndərirlər, deyirlər, Bərdə bir Molla Əhməd var, Qaradəmçi. Göndərin bəlkə o bilər. Göndərirlər bura, bu da elə ayaqüstü həll edir, göndərir. Qayıdır, göndərirlər bunu Ərəbistana, oradan cavab gəlir, təşəkkür gəlir ki, sizə belə bir alim var. Bunu da şeyximiz dəvət edir, o şeyximiz Bakıya. Deyir, Molla Əhməd, sənin yerin o stoldur, başda oturmaq deyir, yox.
Mənim öz yerim həyatda var. Yəni çox savadlı adam olub. Bizim bir yas yerimizə götürüb, mən oradan onu tanıyıram. Çox savadlı insan idi. Belə savadlı insanlar az olur. Bu bizim Ağsaqqallar Şurasının bir layihəsi davam edir. Allah ona rəhmət eləsin, qohum əqrəbəsinə, nəvələrinə can sağlıq versin. Xəlifə İbrahimov Qaz 69-dan saxlayır Molla Axundla görüşməyə. Rəhmətli qağam qayıdır ki, dayı, mən işləyəs olmadım. Deyir, Pacoğlu, niyə? Deyir də katib gördü ki, mən səni yola salıram. Deyir, narahat olma. Düşən kimi görüşürlər. Deyir ki, indi olması rəhmətlik. Deyir ki, xəlifə, Qəni mənim bacım oğludur. Mən onun dayısıyam. Sən bunu bilmirdin ki? Deyir, yox. Deyir, eşitdiyim nə deyirəm? Ki, mənim bacım oğludur. Hər gün səhər gətirir məni buradan, mindirir maşına, avtobusa ya maşından. Mən gedirəm Ağdam məscidinə. 3-4 günün keçəndən sonra bu pamıq səpin ərəfəsi olur. Deməli, gəlirlər bir qadınlarda baxış keçirməyə, o xəlifə rəhmətli katib özü gəlir. Rəhmətli qağamı çıxardır qabuğa ki, bu serkalar haqqında məlumat verir. Oradan da sədrə tapşırır ki, kişidən müğayyət oldu. Yəni, rəhmətli elə bir dünya görüşlü adamıdır. Yəni, bizlər, bizim canımız, ciyərimiz olubdur, bizim babamızdır. Kəmalə Molla Əhmədin nəvəsiyəm. Mənim babam çox savadlı olub, 7 yaşından onun dayısı Axund olub, ona Quran hərflərini öyrədib. Babam 2 dənə dini universitet bitirib, elə dini savadına görə sürgün olunubdur Sibirə. Sonra Ağdam, Bərdə, Gəncə məscidinin Axundu olub. Onu şəxsən ulu öndərimiz Heydər Əliyev tanıyırdı. Heydər Əliyev Bərdə pambıqçılıq rayonu olduğu üçün Heydər Əliyev tez-tez gəlirdi, zəhmətkeş insanlarla görüşəndə birinci Ağsaqqal kimi babamla görüşürdü. Hörmətli akademikimiz Həsən Əliyev babamı şəxsən məclislərə Bakıya dəvət eləyirdi. Babam deməli sürgün olunanda ona o qədər qoçaq insan olub ki, onu orada briqadir seçiblər, ancaq elə orada molla deyirdilər. Ona görə ki, orada elə Quranın da oxuyurdu, namazını da qılırdı. Babam Bərdə xalqını çox sevirdi, xidmət eləyirdi onlara. Sürgün olunandan sonra təhdid edib ki, mən gedirəm öz vətənimə, öz xalqıma xidmət eləyəm. 44-cü ildə Azərbaycanda Zakavkaziya konfransı keçiriləndə babam orada birinci iştirak eləyibdi. Belə tarixi insanları üzə çıxardıb, yeni nəslə təqdim elədiyi üçün hamınıza təşəkkür eləyirəm. Belə şəxsiyyətləri yeni nəslə təqdim eləmədiyiniz üçün, unutmadığınız üçün hamınıza bir-bir təşəkkür eləyirəm. Çox sağ olun. Əziyyət çəkib gəlmişsiniz. Çox sağ olun. Sizə minnətdarımızı bildiririk. Babam xalqın, millətin sevdiyi üçün siz də onu belə tarixi yaşadırsınız. Çox sağ olun. Axundumuz Ramazan ağanın atası Molla Muxtar ağa həmişə gəlirdi, nənəm yaşayırdı Bərdədə, gəlirdi nənəmi həmişə ziyarət eləyirdi. O evdə Quran oxuyurdu, dualar oxuyurdu. İndi də Axundumuz Ramazan ağa, mən ona çox minnətdaram. Gəlir babamın qəbrini tez-tez ziyarət eləyir, dualar oxuyur, Quranlar oxuyur. Mən sizin hər birinizə təhlikdə təşəkkürümü bildirirəm. Mən Nailə, mən də Molla Əhmədin nəvəsiyəm. Babamla həmişə fəxr eləmişik, bizim fəxrimiz olub. Biz ta körpəlikdən anam bizə həmişə babam kimi, atam kimi savadlı olmağı, oxumağı,
həmişə tövsiyə eləyib. Biz də babamıza layiq olmağa çalışmışıq. Ondan həmişə fəxr eləmişik. Allah rəhmət eləsin. Siz də çox sağ olun, onu yaşatdığınız üçün, gənclərə unutturmadığınız üçün, belə böyük dahiləri, yəni Azərbaycan xalqına tanıtdığınız üçün hamınıza təşəkkür edirəm. Çox sağ olun.